Sizlərin qarşısına bu dəfə tam fərqli bir çəkilişlə çıxmışıq dostlar. Bu dəfə çox ideal bir təkliflə gəlmişəm qarşınıza. 8 sotun içərisində yarımtikili olan bir evimizlə çıxmışıq qarşınıza. Tam dağların qarşısında, panoraması tam dağlara açılan çox ideal bir təkliflə gəlmişəm. Gördüyünüz kimi basenlisi bir 90% işi görülüb, daşma basenlidir qeyd edim dostlar. Bu evimiz şəxsi yaşayış məqsədi ilə tikilmiş bir evdir. Ona görə də hər bir şey çox yüksək səviyyədə tikilib, yüksək səviyyədə inşa olunub. Evimizin layihəsi mövcuddur. Videonun sonunda çalışdığım qədər tam hazır layihəni də sizlərə təqdim edəcəm. Onu da qeyd edim ki, lazımi bütün işləri görülüb, hasarlanın suvağına qədər vurulub, üstlərini örtülüb. Hər bir şey çox idealdır. Deməli dostlar, bu torpağımız Bakı-Qəbələ magistral yoldan 300-400 metr içəridə yerləşir. Polad Həşimov küçəsindədir bu evimiz. Evimizin isti polu çəkilib, ümumi elektrik işlərinin hamısı çəkilib, görülüb. Sadəcə olaraq qapı pəncərəsini qoyacaqsınız, içərisinin ağardılmasına qədər eləmir. Sadəcə bir qapı pəncərəsini qoyub və üzləməsini siz öz ürəyinizcə eləyəcəksiniz və evimiz olacaq tam hazır. Evimiz 3 yataq otağından ibarətdir, bir studiya mətbəxdir. Bu cür gördüyünüz kimi bir gözəl bir terası mövcuddur. 2 ədəd evimizin içərisində hamam var. Çox ideal, çox gözəl bir zövqlə tikilmiş evimizdir. İnşallah ki, kimə maraqlı olsa, səhifədə qeyd olunan nömrələ əlaqə saxlayacaq, daha ətraflı məlumatlarını verəcək.